Adı İslamda cənnət nemətlərindən biri kimi bəhs olunan nar haqqında danışmazdan əvvəl kanalıma abunə olub bəyənərək mənə dəstək olsanız çox sevinərəm. İndi isə gələk narın əvəzolunmaz faydalarına. Tam da mövsümü olan bu soyuq aylarda narın istifadəsi bədəni zərərli təsirlərdən qoruyur və immun sistemini gücləndirməyə xidmət edir. Xüsusilə mövsüm dəyişikliklərində xəstələnməmək üçün xeyli faydalıdır. Nar ürək və damar sağlamlığı üçün xeyirlidir. Qan dövranını yaxşılaşdırmağa kömək edir. Damarların elastik qalmasına dəstək olur. Bu da ürəyin daha rahat işləməsi üçün faydalıdır. Qan azlığı zamanı nardan istifadə qan yaranmasına yardımcı olmaqla yanaşı, bu səbəbdən yaranan halsızlığa da yaxşı təsir göstərir. Nar həzm sisteminə kömək edir. Mədə və bağırsaqları rahatladır. İştahanı tənzimləyir. Dəri üçün olan xeyrindən də bəhs etməsək olmaz. Bəzi insanlarda sızanaqların azalmasına dəstək olmaqla dərinin daha canlı görünməsinə kömək edir. Nar xüsusilə yaddaş və diqqət üçün də faydalıdır. Dərs oxuyan uşaqlar və yeniyetmələrin diqqətini toplamasına kömək edə bilər. Bir çox insanlar nar yeyərkən çəyirdəyini atırlar, lakin onun xeyrindən xəbərdar olsalar, bundan faydalanarlar. Çünki nar çəyirdəyi həzm sistemini işlədir, bağırsaqların daha yaxşı çalışmasını tənzimləyir. Diş və çənə üçün də yaxşıdır. Çeynəmək diş ətlərini möhkəmləndirir və çənə əzələlərini işlədir. Çəyirdəyindən alınan yağın saç və üz dərisi üçün faydası əvəz olunmazdır. Quru dərili insanlar bu yağdan istifadə etsələr, nəmləndirici effekti alarlar və qırışların açılmasında da öz təsirini göstərər. Narın qabığı güclü antibakterial və iltihab əleyhinə təsirə malikdir. Boğaz ağrısı, ağız içi yaralar və diş əti problemlərində qurudulmuş nar qabığının dəmləməsi ilə qarqara etmək olduqca faydalıdır. Sonda unutmayaq ki, nar nə qədər sevilən meyvə olsa da, həddən artıq yeyildikdə qəbizlik yaradır. Orqanizmə xeyir verməsi üçün bu nemətləri ölçülü və düzgün şəkildə istifadə etmək lazımdır. Hər şeyin azı şəfa, çoxu isə problem yarada bilər. Əgər bu cür faydalı məlumatları bəyəndinizsə, bildirimləri aktivləşdirməyi unutmayın. Beləliklə, yeni paylaşılan videolardan və məlumatlardan dərhal xəbəriniz olacaq.